İşğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Bu dəfə sizi Xankəndi, Xocalı və Ağdam şəhərlərində həyata keçirilən bir sıra quruculuq işləri ilə tanış eləyəcəyik. Azad olunan ərazilərə təşkil edilən mediatur zamanı jurnalistlərə görülən işlər barədə məlumat verilib. Xankəndi şəhərində inşa edilən Zəfər Parkının girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub. 44 rəqəmi təbii ki, rəmzi rəqəmdir, müharibənin günlərini əks etdirən rəqəmdir. Elə 44 rəqəmindən danışmışkən, Zəfər tağının hündürlüyü də 44 metrdir və bu Zəfər tağı 10 mərtəbədən bir terasdan ibarətdir. Hazırda Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Ancaq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə öz dədə-baba yurtlarına qayıdıb. Bu gün şükürlər olsun ki, biz artıq Kərkicahanda, öz doğma kəndimizdəyik. Elimizdə, obamızdayıq. Bundan gözəl, bundan xoş bir gün ola bilməz. Bundan artıq gözəl iş olar ki, doğma torpağına gələsən. Gözəl də belə bir şərait sala. Allah dövlətimizi həmişə bayrağınız eləsin. Azərbaycanın zəfəri əbədi olsun, daim olsun. Qoy prezidentimiz öz əlləri ilə bizim bu meydanda ədalət bərpa olundu deyərək qaldırdığı o üç rəngli Azərbaycan bayrağı daim dalğalansın. 624 şagird yeri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəb binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. 17 sinif otağı və digər otaqlar zəruri tədris vəsaiti ilə təchiz edilib. Müxtəlif laboratoriyalar, eyni zamanda fizika, kimya, biologiya, informatika, dərnəklər, məktəbdə hazırlıq otaqları, hərbi kabinet, idman zalları, akt zalı, yeməkxana və eyni zamanda kitabxana mövcuddur. Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin yeni inşa olunmuş binasında isə 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor müəllim otaqları mövcuddur. Biz Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsi olaraq əsas hədəflərimizdən biri tələbə yönümlü fakültə yaratmaq və eyni zamanda tədqiqat yönümlü fakültə yaratmaqdır və daha bir əsas prioritet hədəflərimizdən biri isə bölgənin sosial-iqtisadi inkişafına müsbət töhfə verməkdir. Xankəndi şəhərində inşa ediləcək Qarabağ Universitetinin Mühəndislik Fakültəsinin binasının da müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Əminəm ki, biz gələcəkdə artıq bizim məzunlarımız rəqabətə davamlı, müasir, tələblərə uyğun mühəndis kadrları kimi ölkəmizə, millətimizə xidmət eləyəcəkdir. Xankəndi şəhərində Azərenerji Açıq Səhmdar Cəmiyyətinin Xankəndi bir elektrik yarımstansiyasında ən müasir mikroprosesor tipli rəqəmsal idarəetmə mərkəzi qurulub. Xocalı rayonunun Ballıca kəndində Akureyt Az məhdud məsuliyyətli cəmiyyətinin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60% ixraca, 40% daxili bazara yönəldiləcək. Xocalı rayonunun Ballıca kəndindən bir sıra əməkdaşlar çalışır bizim müəssisədə. Müəssisəmiz ofis kresloları və aksesuarları istehsal etmək üçün demək olar ki, bütün avadanlıqlarla təchiz olunmuşdur. Ağdam şəhərində istifadəyə verilən Hilton Garden in Ağdam oteli 2, 6 və 7 mərtəbəli olmaqla 3 blokdan ibarətdir. 287 yerli otel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Ağdam sakinlərinin istifadəsinə verilən ikinci yaşayış kompleksinin ərazisi 13 hektardan çoxdur. Kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü 1 otaqlı, 464-ü 2 otaqlı, 536-sı 3 otaqlı, 154-ü 4 otaqlı olmaqla ümumilikdə 1268 mənzil var.
Eyni zamanda kompleksin ərazisində bərpa, quruculuq və abadlıq işləri də görülüb. Qeyd edeyim ki, bu ərazidə təxminən 5 kilometrə yaxın daxili yollar inşa edilib, velosiped zolağı çəkilib, yerüstü və yeraltı dayanacaqlar inşa edilib.